Realite onu göstərir ki, cəmiyyətdə olan bəzilərində olan əxlaqsızlığı, şərəfsizliyi, ləyaqətsizliklərdən bir çoxumuz şikayət edirik, narazıyıq, etiraz edirik. Amma realitədə onu göstərir ki, əxlaqsızlıqların kök salmasında, inkişaf eləməsində, irşələnməsində əxlaqlı insanların rolu çox böyükdür. Həddindən artıq dərəcədə böyükdür. Dəstəkləyirlər. İstəmədən, bilmədən, əlində olmadan, fərqində olmadan dəstəkləyir. O gördüyü əxlaqsızlığın kök salmasını, irşələnməsinə səbəb olur. Nümunəsini belə verim, hər hansı bir sosial şəbəkədə hər hansı bir əxlaqsızlıq eləyir, açıb orasını, burasını nəsə paylaşır, dumbulu, nəsə. Bu da baxır. Baxdın, baxmağın ona dəstəkdir. Sənin ona baxmağın, o sosial şəbəkə onu dəstək kimi qəbul edir. O bir irşə atdı. Yaxşı, tutdu nəsə yazır ki, bəs Allah sizi öldürsün, sonunuz gəlsin, Allah bəlavuzu versin. Bu nə əxlaqsızlıqdır, yazırsan. Onun olduğu sosial şəbəkə onu mənfi rey kimi qəbul eləmir. Əsas kommentə baxır. Kommenti yazdınsa, sən orada halbuki yəni bəyənmədiyi yazırsan, olduğu sosial şəbəkə onu bəyənmiş kimi reyi qəbul edir. Və onun sən, mən əlimizdə olmadan, istəmədən, bilərək, istəyərək bir davranış sərgiləmədən güya etirazımızı bildiririk. Halbuki onun kök salmasına, irşələnməsinə, necə deyərlər, yerində möhkəmlənməsinə istəmədən dəstək oluruq, qardaş. Olmayın. Əxlaqsız, ləyaqətsiz, şərəfsiz insanların paylaşımlarını gördüyünüz anda, qardaş, heç nə yazma. Blokla, ayrıl. Qoy o bir daha çıxmasın qabağına. Sən belə elədiyində ona kömək olmuş olmayacaqsan. Onun olduğu şəbəkə onu mənfiyə düşürəcək. Yoxsa sən baxırsan, qardaş, sən baxdıqca, mən baxdıqca bir mənalı olaraq kök salıb inkişaf eləyəcəklər. İndi 10 nəfərdirsə, sabah 12 nəfər olacaq, öbür gün 15 nəfər olacaq. Bizə düşən çalışmalıyıq ki, bir Azərbaycanlı kimi adət, örf, ənənəmiz üzərinə ləyaqətli, şərəfli bir həyat sürək, qardaş. Açıb dumbulu ailəlikcən çıxıb orada nəsə 3-5 manat, oradan gül, buradan nə bilim şilyapa yığmaqla deyil, qardaş. Uzağı 100 il yaşayarsan da mənim qardaşım. Başqa deyməz, Allah haqqı deyməz, billahi deyməz.